Yeni il gələr-gəlməz yenə köhnə problemlərlə bağlı şikayətlər başladı. Bu dəfə Masallıdan narazılıq var. Rayonun Musaküçə kənd sakinləri yolların bərbad olmasından gileylənirlər. Onların sözlərinə görə dəfələrlə aidiyyatı üzrə müraciətlər edilsə də heç bir qurum məsuliyyəti üzərinə götürmür. Nəticədə isə əziyyət həmişə olduğu kimi kənd cəmaatı çəkir. Ümid edirik ki, lazımi qurumlar yeni ildə köhnə problemlərin hamısını həll edəcəklər.